əzizlərim, həmişə toylarda olasın. Ay mənim əzizlərim. Bugün var, sabada yox. Həmişə toyda olasın. Bugün var, sabada yox. Bugün toyda olasın. Azərbaycan Respublikasının xalq artisti, deyərdim elə dünyanın, Amerikanın, Fransanın, İngiltərənin, elə deyərdim Misrin, Yunanistanın xalq artisti Alim Qasımov. Niyə də? Dünya şöhrətlidir də. Bunu kim edə bilər? Kim edə bilər bunu? Ancaq bunu Alim Qasımov edər. Alim Qasımov. Mən məhz siz ki bu janrı belə ifa etdiniz, repi. Mən sizi daha çox sevdim. Daha çox sizə rəğbətim artdı. Ona görə ki, bu mədəniyyətimizi təmsil edən insanlar var da, peşəkarlar. Onlar təkcə muğamı yox, hər meyxananı da bilməlidir, repi də bilməlidir, estradanı da bilməlidir, bəstəkar mahnılarında oxumalıdır. Ay balam, bu Alim Qasımov peşəkar bir adamdır, hər şeyi bacarır. Sabah o meyxanaçılardan çox əla, çox bacarıqla, çox ustalıqla meyxana söyləyə bilər, özə değişmə edə bilər. Mən buna inanıram. Alim müəllimi dəstəkləyirəm. Alim müəllim heç kimə fikir verməyir. Bu dəqiqə musiqimiz bilirsiniz nə gündədir? Uçurumun kənarındadır. Arxaları böyük, dırnaqları uzun, kiprikləri uzun, taxma saçlı, arvadlar, kişilər, nələr bizi məhv eləyib. Sizin bu. Bu bilirsiniz nə oldu? Hamı bir-birinə dəyib. Biz gözləyirdik, amma bu yaşda yox. Məndən bu qədər. Sara Səfra Bahadırdan, Şəbnəm doktorumun əlaqə nömrəsi oradadır. Həkim kosmetoloqum, hörmətli Şəbnəm xanım. Ona müraciət edin.